Vaxtınız xeyir olsun, hörmətli Əmək TV izləyiciləri. Biləcərdə növbəti bir evimiz satışa çıxıb. Biləcərin mərkəzində, poliklinikanın yaxınlığında marşrutlardan, evin yaxınlığından keçən 100 metrindən keçən marşrutlardan 92 avtovağzal Şamaxınka 20 yanvar və metro Əzəmiyə gedir. 202 gedir Azadlıq metrosu, Pasalka Kirovdan Gənclik və Nərimanova gedən avtobuslar evin yaxınlığından keçir. Şəxsi özünə tikilmiş evdir. Ev hardasa 3 otaq, 2 mətbəx, 2 sanitar qovşaqdan ibarətdir. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurun, baxa bilərsiniz. Demək, evin üzdən görünüşünü göstərirəm sizə. Buyurun, baxın. Ta ki, bax, buradan başlayır. Bax, bu hissəyə qədər 2 mərtəbəli evdir. Aşağısında obyektə yaralı bir balaca bir otaq var. Buyurun, baxın. Hardasa təxminən olar bir 14-15 kvadrat olar. Obyektə yararlıdır. Yaxınlığında bax, bağça bax, bu binada yerləşir. Gördüyünüz kimi. Daxil oluruq evin içərisinə. Deməli, hörmətli izləyicilər, navesin altında maşın girəsi bir həyəti var. Navesin altındadır. Buranı da yeri gələndə otaq eləmək olar. Sağ tərəfdə, girişdə sağ tərəfdə sanitar qovşaq yerləşir. Gördüyünüz kimi sanitar qovşaq. Bu birinci mərtəbədə olan sanitar qovşaqdır. Burada navesin altında yay mətbəxi kimi bir balaca bir yer də düzəldiblər ev sahibi tərəfindən. Buradan daxil oluruq mətbəx. Daxil oluruq birinci mərtəbədə yerləşən mətbəxə. Mətbəxdə gördüyünüz kimi mətbəx böyüklüyü var. Buradan mətbəxdən hamama giriş var. Bura hamam hissəsidir. Gördüyünüz kimi sanitar qovşağı da var burada. Və jacuzzi vanna da var burada gördüyünüz kimi. Çıxırıq mətbəxə yenidən. Bu hissədə də əlavə bu qapı bağlanacaq, daha doğrusu buradan yəni ki, burada bu divar olacaq, bütöv divar olacaq. Çıxırıq yenidən navesin altına olan həyət yanı sahəsinə. Baxın, burada da divar tikiləcək. Yəni, iki qardaş olduğuna görə girişləri bir olub vaxtı ikən, amma bu hissə tikiləcək ev sahibi tərəfindən. Qalxırıq ikinci mərtəbəyə. Wi-Fi ilə fəaliyyət göstərir evdə. Kombi istilik sistemi işlək vəziyyətdədir. İkinci mərtəbədə dəhlizi buradır. Burada kombi aparatı yerləşir. Buyurun, baxın. Əlavə olaraq artıq əşyaları, balon yığmaq üçün burada da balaca bir yer var. Daxil oluruq ikinci mərtəbənin dəhlizinə. İkinci mərtəbə tam təmirlidir. Burada şkaf da quraşdırılıb. Artıq əşyaların yığılması üçün tavana qədər quraşdırılıb. Yəni, əl işidir. Sol tərəfdə, girişdən sol tərəfdə sanitar qovşaq yerləşir. Sanitar qovşaq da tam təmirlidir. Gördüyünüz kimi bahalı moydadır. Əl yüz yanı. Dəhlizlə gəlirik və sağ tərəfdə balaca bir uşaqlar üçün nəzərdə tutulmuş yataq otağına daxil oluruq. Pəncərə yola baxır. Çıxırıq dəhlizə və burada mətbəxə daxil oluruq. Mətbəx belə yeni yığılıb, satışdan sonra qalacaq. Ümumiyyətlə, ev əşyalı satılır. Bahalı əşyalar var. Evdə indi göstərəcəm sizə, zalda da və yataq otaqlarında da. Burada böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Gördüyünüz kimi tam təmirlidir. Buyurun, baxın, şkaf, yığma şkafdır. Yəni, paltar dolabı yığmadır. Buradan daxil oluruq yenidən dəhlizə və burada qonaq otağına daxil oluruq.
Gördüyünüz kimi qonaq otağında mebelləri bahalı mebellərdir. Görün, bu divan da qalır. 2 dənə divanı var. Bir divanı da buradadır. Bunların ikisini də birləşdirmək olar. Pəncərələr yola baxır. Hər iki pəncərəsi yola baxır. Bahalı stol stullar yəni saxlanılacaq satışdan sonra. Kondisioner də qalacaq. Bu gördüyünüz kimi stend qalır. Soyuducu, kondisioner hamısı qalacaq satışdan sonra. Hörmətli izləyicilər, bir daha təkrarım, ev yerləşib Biləcəri qəsəbəsinin mərkəzində, poliklinikanın yaxınlığında. Evin yaxınlığından 3 dənə marşrut keçir. Məktəb, market, Araz market və bağça düz evin yanındadır. Bu evin ilkin qiyməti 119.000 manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlavə nömrəsi 055 511 05 05 02. Çox sağ olun, təşəkkür edirəm bizə görə.